Herkese salam. Bugün sizlerle bir ders günümü bölüşeceğim. Bugün səhər saat 5'te uyandım. Oyanan kimi də dərs oxumaya başladım. Çünkü bugün Koreya dilində təqdimatım var idi. Daha sonra metronun vaxtının az qaldığını görüb yavaş-yavaş çantamı yerləşdirdim. Bu arada mən Koreyada təhsil alan Azərbaycanlı tələbəyəm. Videolarımı bəyənib, rəy bildirib məni takip etsəniz, bu mənim üçün həqiqətən də çox xoş olar. Dəftər, qələm, kiçik makyaj çantam, darağımı yerləşdirirəm. İbtidai sinifdən bəri mənim ən çox sevdiyim məktəb ləvazimatı qələmqabı olub və bu hələ də dəyişməyib. Ac olduğum için artık markete yollandım. Koreyada demək olar ki, bütün marketlərdə əyləşmək üçün oturacaqlar və yeməyinizi qızdırmaq, isitmək üçün mikrodalğalı sobalar var və mən də burada yeməyimi hazırlamağa başlamışam. Burada artıq yeməyim hazırdır. İndi Azərbaycanda olsaydım anamın hazırladığı dadlı yeməkləri yeyərdim deyə düşünərək yeməyə başlayıram. Doğrudan da başqa bir ölkədə yaşamağın ən çətin tərəfi ailəndən uzaq qalmaqdır. Ailənin qayğısını həqiqətən də heç bir insan əvəz edə bilməz. Artıq yavaş-yavaş universitetimə daxil oluram. Çox təəssüf ki, sizə universiteti tam şəkildə göstərə bilmədim. Çünki birbaşa otağa gedib təqdimatım üçün yenidən praktik etməliydim. Amma yenə də bacardığım qədər sizə universitet yolunu göstərirəm. Bu yolu həqiqətən də çox xoşlayıram. İndi payız olduğu üçün ağacın yarpaqları get-gedə dəyişir və bu həqiqətən də insana gözəl əhval-ruhiyyə verir. Artıq otağa daxil oldum. Burada sizə hazırladığım prezentasiyanı göstərməyə çalışıram. Bunun üstündə həqiqətən də 8 saat əziyyət çəkdim, amma nəticəsi çox yaxşı oldu. Professor bəyənib kitabını mənə hədiyyə etdi. İzlədiyiniz üçün təşəkkür edirəm.